Dərmanlamamız, nane yağı, çikolata yağı, təxminən 10 damcı çikolata yağı, 5 damcı nane yağı və çikolata suyundan düzəlmiş şərbət. Çikolatını dəmləmişik. Həmin çikolatın suyuna şərbət düzəltmişik. Şimdi bunda çikolatlarımız var. Təxminən göründüyü kimi var. 80 qram, 100 qram civarında şeydir. Bu da 10 arı ailəsi üçün nəzərdə tutduq bunu. Hər arı ailəsinə 4-5 fıs vuracaq. Şimdi onu da göstərdim sizə. Həmin bu hazırladığımız çikolata suyu ilə şərbət və çikolata yağı. Gördüyünüz kimi belə bir bulanıq maye alınır. Deyirlər ki, yağ suya qarışmır. Əlbəttə qarışmır. Amma onun oraya iyi çıxmağı, o hissəciklərin qutuya getməyi o kifayət edir. İndiyə qədər də bizim istifadə edildiyimiz bal dönəmində genə yükünü azaltmaqdır. Bax, bu yoğuşandır. Yabani yoğuşan deyək. Təbiətdə olan yoğuşandır. Bunu bu şəkildə hər qutunun üstünə qoyurduq. Və bu videolarda var, orada göstərmişik. Genə tökülməyinə çox xeyir elədir. Yəni bal dövründə genə yükünü azaltmaq üçün çox əhəmiyyətli olur. Buradan da görsən hələ genə yoğuşanın sınıfları görsənir. Və sonraki dövrdə birinci formik asid köpdürülmüş, yəni çöplərdən istifadə eləmişik. İndi mən sizə bu çikolata yağı ilə, nane yağı ilə qarşı olan bunun istifadəsini sizə göstərdirəm. Küçük kutuda gösterdim mi? Şöyle. Yine bu civarda. Hiçbir ziyan yok. Bu genə yükünün salınmağına çox kömək edir. Şimdi məndə altta şeyler yoktu göstərməyə. Amma məsələn səhər duranda ön tərəfdən baxıram, orada bir neçə girişdə genə tökülməyini görəndə aydın olur ki, bu həqiqətən kömək edir. Və bundan əlavə də yəni il boyu yəni sezonun sonudur. Mən hələ arılarımda qənəti yeyilmiş arı, yəni bu cürə faktlar görməmişəm də. Yəni o da onu göstərdir ki, bu əhəmiyyətli dərəcədə xeyir eləyib ki, qənəsi yeyilmiş arı, yəni bu vaxtda adətən çox olur. Çünki genə yük artır. Bala görə heç bir dərmanlama getmir. Genə yük artır. Ona görə də balaların çoxusu qənətsiz olur, tökülür yerə falan. Yəni o hallar olmuyor. Bu qədər. Sağ olun.